Salam değerli dostlar, Telegram kanalında Azərbaycan dilinə aid olan sual paylaşmışdıq. Həmin sualın izahı ilə sizi tanış etmək istəyirəm. Hər, bu, həmin, bəzi, o, elə, kimsə əvəzliklərlə bağlı doğru fikirləri müəyyən edin. Bir də deyir ki, əvəzliklərdən yalnız ikisi isimə aid heç bir qrammatik şəkilçi qəbul edə bilmir. Bu əvəzliklərdən hər əvəzliyi və həmin əvəzliyi isimə aid heç bir qrammatik şəkilçi qəbul edə bilmir. Ona görə bir doğrudur, ikisinə aid oldu burada. Üçü amonimli xüsusiyyətinə malikdir. Burada amonimli xüsusiyyətinə malik olan əvəzliklər o əvəzliyi ilə elə əvəzliyidir. Ona görə ikisinə aid olduğu üçün 2 yanlışdır. 3-ə baxırıq. Əvəzliklərin hamısı sifəti əvəz edə bilir. Kimsə əvəzliyi qeyri-müəyyən əvəzlikdir, o sifət əvəz edə bilmir. Qeyri-müəyyən əvəzliklərdən yalnız bəzi əvəzliyi sifət əvəz edəcək. Ona görə 3 yanlışdır. Əvəzliklərdən ikisi yalnız 3-cü şəxsin mənsubiyyətini qəbul edə bilir. Burada bəzi əvəzliyi ilə elə əvəzliyi yalnız 3-cü şəxsin mənsubiyyətini qəbul edir. 4 bura gedəcəkdir. Hər, həmin, bu ümumiyyətlə mənsubiyyətə görə dəyişmir. Kimsə də yalnız 3-cü şəxsi qəbul etmədiyi üçün ikisinə aid oldu. 4-ü götürürük. Əvəzliklərdən 3-ü leksik şəkilçi qəbul edib söz yaradıcısına iştirak edə bilir. Deməli, burada çoxdur bu. Məsələn, bunluq, bundakı, həminki, sonra bəzisindəki, eləlik, kimsəsiz, deməli ondakı və s. Deməli tək bir əvəzliyə yaxud da 3 əvəzliyə aid olmadı. 5 yanlışdır. Əvəzliklərdən 3-ü formaca dəyişmədən isim əvəz edə bilmir. Formaca dəyişmədən ismi əvəz edə bilməyən əvəzlik bəzi əvəzliyidir. Deməli elə əvəzliyidir. O əvəzliyi, həmin əvəzliyi, hər əvəzliyi bura aid deyil. Deməli, 3-ü formaca dəyişmədən isim əvəz edir. Deməli, burada ikisi formaca dəyişib isim əvəz edir. Əvəzlərdən 3-ü, deməli, bu əvəzliyi, o əvəzliyi və kimsə əvəzliyidir ki, onlar formaca dəyişib isim əvəz edir. Hər və həmin ümumiyyətlə isim əvəz edə bilmir. Deməli, əvəzlərdən 3-ü formaca dəyişib isim əvəz edə bildiyi üçün 6 da testimizin doğru cavabıdır. Ümumiyyətlə testin doğru cavabı A variantıdır.